Salam, hər vaxtınız xeyir olsun. Qanı durulaşdırmaq, qanı duru saxlamaq bütün yaşlarda lazımdır. Xüsusilə yaşlı adamları. Trombların əmələ gəlməsinin qarşısını almaqdan ötürü, damarlarda aterosklerozun yaranmasını əngəlləməkdən ötürü, tromboflebitin qarşısının alınması üçün qanın duru saxlanması çox vacibdir. Bir sıra dərman preparatları var ki, bu dərman preparatları içildikdən sonra bir neçə saat müddətində qanı duru saxlayır. Lakin uzun müddət bunlardan istifadə etdikdə mədənin selikli qişası qıcıqlandığından qastrit, yara və digər negativ hallara gətirib çıxarır. Biz bu günləri təbii vasitələrlə qanı necə durulaşdırmaq olar sualına cavab axtaracağıq. Birinci növbədə istifadə etmək lazımdır gün ərzində 1,5 litr sudan. Gün ərzində bu hissə içilməlidir. Günü başlamaq lazımdır 1 stəkan ilik su içməklə. Lakin bura kofe, spirtli içkilər, şirin içkilər daxil deyil. Sırf adi sudan gedir söhbət. Gün ərzində sizin normal qaydada su qəbul edib etməməyinizi bilməkdən ötürü, yəni kifayət qədər su qəbul etməyinizi bilməkdən ötürü adi bir su var. Barmaqdan qan alınır, hematokritin deyilən bir göstərici var. Bu əgər göstərici yüksəkdirsə, deməli siz gün ərzində kifayət qədər su qəbul etməmisiniz. İkinci, kofe, spirtli içkilər və duzun qəbulunu azaltmaq. Xüsusilə pivə qəbulunu azaltmaq lazımdır. Çünki pivə həm qaraciyəri sıradan çıxardır və eyni zamanda qanı qatılaşdırır. Aktiv həyat tərzi keçirmək lazımdır. İdman hərəkətlərlə məşğul olmaq lazımdır. İdman hərəkətləri ilə, aktiv hərəkətlərlə yerimək, çox yerimək toxumaların hipoksiyasının qarşısını alır. Bu da qanın qatılaşmasının qarşısının alınması deməkdir. Hiridoterapiya, zərlidən istifadə etmək. Zərli damarda qanı sormaqla yanaşı damara hiridin deyilən hormon ifraz edir. Bu hiridin hormonu qanı bir neçə ay müddətində duru saxlayır. Sonra dərman bitkilər. Dərman bitkilərindən şirin yonca otundan 3-4 həftə müddətində istifadə edə bilərsiniz. Tərəvəzlərdən sarımsaq, kəröz, şüd, cəfəri qanı duru saxlayan vasitələrdir. Siqaret çəkmək qanı qatılaşdırır. Şəkərli diabetli xəstələrdə qanın qatılaşmasının qarşısını almaqdan ötürü şəkəri normada saxlamalıdırlar. Stres qanı qatılaşdıran səbəblərdən bəlkə də birincilər sırasındadır. Bunun üçün nə etmək lazımdır? Yemişan tam otu, pişiyotu, yemişan otunu birləşdirib, qarışdırıb bir çay qaşığı, bir stəkan suda, qaynar suda dəmləyib içmək lazımdır. Bu həm stresi azaldır, sakitləşdirir insanı və eyni zamanda qanın qatılaşmasının qarşısını alır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.